Ya Allah, bismillah. Salam müəllimlər, hər vaxtınız xeyir olsun, hər birinizi xoş gördük. Bugün bildiyiniz kimi bizim ümumi sınaq imtahanımız var. Ümumi sınaq imtahanı hər kəs üçün açıqdır, yəni ictimaidir və ödənişsizdir, hər kəs işləyə bilər. Və bu videoda necə işləyə bilərsiniz, onun qaydaları ilə bağlı məlumat verəcəm və bundan sonra da inşallah artıq bu təlimatla tanış olduqdan sonra digər sınaqlarda işləmək sizin üçün rahat olacaq. Deməli, tətbiqimizə daxil olursunuz və əvvəlcə qeyd edeyim ki, tətbiqi yeniləyin zəhmət olmasa. iOS sistemi işlədənlər, yəni iPhone cihazlardan istifadə edənlər App Store-a daxil edərək bu tətbiqi yeniləsin zəhmət olmasa. Digər Android sistem cihazlar işlədən müəllimlər isə Play Store-a daxil olaraq tətbiqi yeniləsin zəhmət olmasa. Çünki tətbiqdə davamlı şəkildə biz yeniləmələr edəcəyik inşallah. Çünki çalışırıq hər dəfə nəsə yeniliklər sizə təqdim edək, funksionallığı artıraq. O baxımdan siz tətbiqi mütəmadi olaraq öz dediyim kimi ya Play Store-da, ya App Store-da yeniləməyə çalışın. Bununla da bağlı yeniləmələr olduqda onsuz da bildirişlər alacaqsınız. Bildiriş alan zaman bunu edərsiniz. Belə, dediyim kimi, əvvəl tətbiqi yeniləyib, sonra sınağa başlayarsınız. Deməli, sınağı necə işləyəcəksiniz? Burada ana səhifəyə gəlirik. Ana səhifədə aşağıda şəxsi imtahan zonası var. Burada imtahan ver hissəsi var. İmtahan ver. Digər kateqoriyalar yox. İmtahan ver. Bura toxunuruq. Bugünün imtahanı əlavə olunub artıq. İmtahan konkret günlərdə olur. Yəni, bundan sonra da ümumi sınaq imtahanları olduqda əvvəlcən sizə məlumat veriləcək YouTube üzərindən. YouTube-da kanalımızda Nəsirli Sənan kanala axtarırsınız, daxil olursunuz. İctimai bölməsi var. İctimai bölməsində bir gün əvvəldən, 3 gün, 5 gün əvvəldən məlumatlar paylaşılacaq və sizlər həmin məlumatlar sayəsində imtahanın günün bilmiş olacaqsınız. Qeyd etdiyim kimi, sizə imtahan açıqlandıqdan sonra gəlirsiniz imtahan bölməsinə. Məsələn, 12 dekabr bizim imtahanımız var. Deməli, imtahan burada təşkil olunacaq. Ümumi sınaq imtahanı, elə deyilmi? Buradan siz, əgər bütün sualları doğru cavablandırsanız, 40 xal əldə edəcəksiniz. 20 sualdır, hər sual 2 xaldır. Toxunduq. İmtahan qaydaları ilə razıyam. Əvvəlcə buna toxunmaq lazımdır. İmtahan qaydaları burada qeyd olunub, açıb oxuya bilərsiniz. Daha sonra imtahan açarı nədir? Hər imtahanımızda imtahan açarı olacaq, yəni kod olacaq. Siz o kodu yazaraq imtahanda iştirak edə biləcəksiniz. Burada imtahan açarı 51-51-dir. Yazdıqdan sonra göndər ifadəsinə toxunuruq. Baxın, göndərilir. Artıq sual açıldı. Sual açıldıqdan sonra başlayırsınız sualı işləməyə. Sualın cavabı nədirsə tapırsınız. Cavablandırandan sonra, məsələn, 2-3 yazırıq. Cavablandırandan sonra keçirik digər suala. Baxın, keçirik digər suala. Və qeyd edim ki, aşağıda siz, yəni burada ox işarəsi var. Ora toxunaraq tam suallar bitəndən sonra göndərə toxunacaqsınız. Yəni, birinci sualı işləyən kimi gəlib burada göndərə toxunmayaq. Göndərə toxunsanız imtahan bitmiş sayılacaq. Bu 20 sual tamamlanmalıdır. Tamamlandıqdan sonra siz göndərə toxunaraq imtahanı bitirmiş olursunuz. İmtahan suallar arasında belə də keçidə bilirsiniz. Məsələn, ikinci suala keçdik, gəldik, toxunduq, keçdik, nə bilim, 5-ci suala. 5-ci sual açılacaq indi, cədvəl sualda yüklənir. Baxın, bu şəkildə keçidə bilərsiniz. Amma ardıcıl getmək daha məqsədə uyğundur. Çünki arada suallar buraxanda sonra onu unuda bilərsiniz və yadınızdan çıxar işləməzsiniz. O baxımdan ardıcıl işləyib, sonda göndər ifadəsinə toxunaraq imtahanı tamamlamış olursunuz. Baxın, indi göndərə toxunuram. Təbii ki, mən az işlədim, çünki sizə göstərmək idi məqsəd. Bir də qeyd edim, çevrildikcə suallar gələcək. Baxın, bütün suallar açıq şəkildə sizə təqdim olunur. Hər bir sual buradadır. Hər bir sual buradadır. Yaxşı, indi çox uzatmayaq və burada göndər ifadəsinə toxunaq. Göndərdikdən sonra yazıldı ümumi sınaq imtahanı 1 və imtahan nəticəsi. Təbii ki, çox işləmədim deyə imtahanda 2 düzüm oldu. Belə, xalınızı paylaşa bilirsiniz və ana səhifəyə də keçidə bilirsiniz. Yanvar qrupu ilə də bağlı burada məlumat qeyd olunub. Yanvarın 5-i inşallah hazırlıqlara başlayırıq.
hazırlıqlarımızda minimum ödəniş təyin olunub, keyfiyyət isə yüksək səviyyədə olacaq. Yəni, mən çalışıram ki, hər zaman tədrisimizin keyfiyyətini artıraq. Kəmiyyət bizim üçün önəmli deyil. Yazıb maraqlana bilərsiniz. Nömrəmiz də qeyd olunub 070 855 53 73 nömrəsinə yazaraq ətraflı məlumatlar əldə edə bilərsiniz. Belə, sağ olun, özünüzdən müğayət olun.